Allah Subhanahu və Teala həyalı kəsləri Qurani Kərimdə tərifləyib. Buna misal olaraq Musa əleyhissalamın qissəsində olan o iki qadınla ki, onlar üçün heyvanlarına su verir. Demək, orada o qissədə Allah Subhanahu və Teala buyurur ki, fəcəəthu ihdahuma təmşi alə istihya. Deyir, onlardan biri utana, həya edərək onun yanına gəldi, ona yaxınlaşdı. Və bilirsiniz ki, gəlir yaxınlaşır, deyir ki, sən bizə yaxşılıq eləmişsən və gəl, atam sənə mükafatını versin. Və burada Allah Subhanahu və Teala yəni tərif kimi, yəni gözəl xüsusiyyət olaraq onu qeyd edir ki, o qadın məhz həyanla, utanaraq, həya eləyərək yaxınlaşdı. Həmçinin də həya barədə Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih hədisləri də kifayət qədər çoxdur. Onlardan birincisi, onu qeyd eləmək olar ki, bir kişi gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, ey Allahın elçisi, mənə tövsiyə elə, mənə nəsihət elə və Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, Usika ən təstəhi minəllahi kəmə təstəhi rəculən min salihi qavmik. Deyir, sənə tövsiyə eləyirəm ki, necə ki, öz qövmündən olan bir salih insandan, bir salih kişidən həya eləyirsən, eləcə də öz Rəbbindən də, Allah Subhanahu və Teala'dən də həya elə. Və burada bizə bir ibrət var ki, yəni həya insanların çoxunda olan bir xüsusiyyətdir. Ola bilər kimdəsə biraz az olsun, kimdəsə biraz çox olsun və insanların hamısının bəyəndiyi, rəğbət bəslədiyi və tərifə layiq hesab elədiyi bir xüsusiyyətdir. Və insan istər-istəməz öz böyüyündən və ya hansısa bir hörmət elədiyi insandan və ya hansısa bir salih insandan, elmli insandan həmişə nə eləyər? Həya eləyər. Və burada Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə öyrədir ki, əgər siz özünüzdən olan bir məxluqdan həya eləyirsinizsə, onda nədir? Allah Subhanahu və Teala'dan həya eləmək nədir? Daha vacibdir. Ən birinci Allah Teala'dan gərək insan neynəsin? Həya eləmək.